Mənim ümumiyyətlə bir xasiyyətim var, kim bəyənə bilər, kim bəyənməyə bilər. Xasiyyət də demək olmaz, bu tərzimdir mənim. Neçə illərdir bu tərzə sadiq qalmışam. Hər mövzuda danışarkən çalışıram ki, onun zirvəsini göstərim. Zirvə nədir onu göstərim. Kim haracan getdi, özüm qarışıq, bu başqa mövzudur. Biz mövzuda, hər bir mövzuda zirvəni, ən yüksək həddi göstərməliyik. Yüksək həddi göstərək ki, kim nə qədər əməl eləyər. Hacı Şahin, siz ola bilər psixoloq olaraq pul alıb, insanlar yanınıza gəlir olaraq psixoloji olaraq kömək eləmək istəyirsiniz. Amma Hacı Şahin dediyiniz kimi minlərlə gəncləri narkomaniyadan, oğurluqdan, avaralıqdan dinə gətirən insan olub və siz deyirsiniz, Hacı Şahin psixoloq olub. Bəli, Hacı Şahin dini insanlar arasında psixoloq olaraq insanları öz mövzələrinə dəvət edərək onlara Allahın mərhəmətli olduğunu, sevgiyi verdiyini, Allah Teala zalim olmadığını və zalimlara qarşı hər zaman ədalətli olduğunu bildirib. Hacı Şahin heç kimi pulla alıb da ona orada oturub mövzələr oxumayıb. Sizdən fərqli, yəni psixoloqlardan fərqli olur. Çox xahiş edirəm sizlərdən. Mən ola bilər sizin qədər oxunmuş deyiləm, amma mən Hacı Şahini ilahiləşdirmirəm. Hacı Şahin dini xadimi idi, devlətinə, devlətçiliyinə, xalqına sadiq bir insan idi. Onun dəfnində minlərlə adam iştirak elədi, amma bəzi məmurlar var öləndə heç orada 100 nəfərdən artıq adam gelmir. Siz gəlin, malı qaçmayın xanım. Siz o bəzi insanları, mən bununla da bağlı devlət qurumlarına çox xahiş edirəm. Daxili İşlər Nazirimiz sağ olsun, mən vətəndaş kimi bir Möslüm ağanı təhqir edən bir insan haqqında danışdım və inzibati qaydada o insan həbs olundu. Bu xanımı demirəm həbs olunsa, amma bu xanıma dur deməyin vaxtıdır. Niyə? Bu xanım Hacı Şahinin tələbələri, yəni şagirdlərinin və minlərlə ona inanan, necə inanan, yəni onun kəlamlarına inanan, onu sevən, yəni sevgi var da bu insan. Onları qıcıqlandırır. Bu da cinayətə bir addımdır. Dünyadan küsən bir insan bu xanımı öz gözündə bir başqa cürə görə bilər və Hacı Şahin haqqında dediyi fikirlər düzənləməz və cinayət baş verər. Xanımın belə bir ifadəsi var. Ərim Hacı Şahinin videolarına baxanda əti tökülürdü. Ərinizin əti tökülə bilər. O sizin ərinizdir. Əgər siz, mən və minlərlə insan Hacı Şahin kimi bu ölkədə sevgi qazanmayıbsa, öləndən sonra belə sevgisi itməyibsə, sizi insanların bir sevdiyi, bir ideologiyası olan bir insana qarşı çıxmağınız düzgün deyil. Və məncə adiyyəti qurumlar sizi çağırıb profilaktik sizinlə söhbət edəcək ki, siz kütləni belə şeylərlə ölkədə qaldırıb da ölkədə problem yarada bilməzsiniz. Vətəndaş kimi mənə narahat edir. Çünki siz də bir xanımsız, bir ailədə bir evladınız var.